Salam dostlar, neyiniz ağarsınız? Neyiniz? Ne var da yok, keyfiniz alınır. Məhəmməd, səncə niyə Azərbaycanda gənclər işsizlikdən gileylənir? Valla ben onlara karşı bilmərəm be. Niyə? Aynen bir. Gənc dörsən. Kendime benim işim başkadır. Ben şimdi salam dostlar, Allah her bir işi var da. Sənin işin nədən ibarət? Blogersən. Ha bulacağım. Birinci TikTok'a ben canlıda etkim yok oydu. Həqiqətən etkim yok oydu. Sonra mən hesabıma çoxsa tanındı, elədi, belə. Blogerlikdən qazana bilirsən. Ha şükür Allah'ım. Yaxşı qazan. Gedirəm reklama. Yaxşı. Ha. Bir ara görmürdük sən, yox olmuşdun. Qayıtdın. Ha. Biraz memnun. Ha şükür. Sağ ol. Oralar da reklam idi de oralar da reklam elədi. Misal hansı böyük şirkətlər sənə reklam təklif eləyir? Ha, Targovuzlardan reklama zada gedirəm, sahildən zada, hə. Deməli demək istəyirsən ki, işləmək istəyənə iş həmişə var. Hə, ağlı olanlara iş var, ağlı olmayanlara yox. Əlbəttə. Bir də axırda dinlən o söz. Allah verdi atam balası. Yerim rahat atam balası.